Muhammed Ali Muhammed salavat. Kərbəla şəhidlərinin, Azərbaycan şəhidlərinin ruhlarına salavat. Alimlərimiz, seyidlərimiz, müstehidlərimiz, həqqi boynumuzda olan valideynlərimiz, bədvaris, bivarislərin ruhlarına salavat. Möminlərin əmiri Əli əleyhissalamın pak, mütəhər ruhuna salavat. İmam Zaman ağanın səlamətçiliyinə, zühurunun təzil olmağından ötürü, bizdən razı qalmağından ötürü, uca nurani salavat. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Həqiqətən biz Qur'anı Qədr gecəsində nazil etdik. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ. O sən nə bilirsən ki, Qədr gecəsi nədir? Leylətul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha da xeyirlidir. Tənəzzəlul mələikətu və-ruhu fīhə bi'izni rabbihim min kulli əmr. O gecə mələklər və ruhlar Allahın izni ilə yerə enərlər. Salamun hiyə həttə mətla'il fəcr. O gecə sübhə qədər salamatçılıq və əmin-əmanlıq olar. Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadri ve ma adraka ma leyletul qadr. Leyletul qadri xayrun tanazzalul malaikatu var-ruhu fiha bi'izni rabbihim min kulli amr. Salamun hiya hatta matla'il fajr. Salamun hiya hatta matla'il fajr. Sadaqallahul aliyyul azim. Allahumma salli ve sallim ve zid ve barik ala Rasulillah.
وآله الأطهار على رسول الله وآله الأطهار اللهم صل. بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما. اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا وسيد المرسلين وعلى أهل بيته الأطيبين سيما بقية الله في الأراضين روحي وأرواح العالمين لتراب مقدمه فداء واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف الشهر. صدق الله العلي العظيم. Allah bu gecələrin müvəffəq və müəyyəd bəndələrindən qərar versin inşallah. Allah bu gecələrin bağışlanmışlarından bizi qərar versin. Allah Qədr gecəsində, gecələrində Allahın nəzərində qədri qiyməti olan bəndələrdən bizi qərar versin inşallah. Allah İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil eləsin. Bizi o zuhura hazırlanlardan qərar versin. Zuhuru yubadan günahlarımızı əff eləsin. Günah etməməkdə tövfiq, inayət eləsin inşallah. Bu dualarımızı Allah bizdən qəbul eləsin. Xəstələrimizə şifa versin. Salavat xətm eləyək inşallah. Mən yadınızda olsa, keçən il Qədr gecələrində Qədr gecəsi ayə və hədislərlə hansı gecələrdir ərz eləmişdim. Gecə niyə, gündüz yox, bunun mənasını demişdim. İndi elementar şəkildə bəzi şeyləri xatırladacağım, amma mövzum başqa mövzudur. Ümidvarəm bu Qədr gecələri bizim üçün maarif gecələri olar. Biz 3 gecə inşallah İslam maarifindən qidalanırıq, ruhlarımız dirilər. Birinci, Allah Təbarək və Teala bu gecəyə Qədr gecəsi deyir. Niyə Qədr gecəsi? Bu gecə qədərlənən gecədir. İnsanların yer üzərində taleləri yazılan gecədir. Ona görə bu gecəni İhya gecəsi deyirlər, biz Əhya deyirik. İhya, diri qalmaq, oyaq qalmaq lazımdır ki, Allahın nəzərində insan öz taleyin, xoşbəxtlərin sırasına yazdıra bilər. Hətta Qədr gecəsinin, üzr istəyirəm, duaların birində var ki, İlahi, məni əgər bu gecə bədbəxtlərin siyahısında adımı salsan, səndən istəyirəm adımı oradan çıxardıb xoşbəxtlərin siyahısına salasan. Allah bu duanı da hamımızın haqqında qəbul eləsin. Bir bu məna. İkinci mənası qədərli, qiymətli gecə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmdən bir ərabi soruşdu.
Dedi, ya Rasulallah, eşitmişəm öz əmin oğlu kürəkənin Əli ibn Əbi Talibi öz yerində vəli nəsb eləyibsən, bu necə mən başa düşüm, avam adamam. Həzrət Rasulullah buyurdu, ya ə'rabi, likulli şeyin seyyidun. Hər bir şeyin ağası var. Necə? Seyyidul biqa beytullah. Evlər var dünyada, evlərin ağası Kəbədir. Seyyidü şuhur, şəhru Rəmədan, ayların ağası Ramazan ayıdır. Seyyidül əyyam, yevmul cümə, cümə günü günlərin ağasıdır. Seyyidül kutub, kitabullah, kitabların ağası Qur'andır. Peyğəmbərimiz izah eləyir buyurur. Seyyidül ləyali, leylətul qadr. Gecələrin ağası Qədir gecəsidir. Seyyidur Rusul ənə, Peyğəmbərlərin ağası mənəm. Seyyidul əvsiya Ali ibn Əbi Talib aleyhissalam. Vəsilərin də ağası əmim oğlu Əli Aleyhisselamdır. Necə onları Allah seyyidi qərar verib, ağa qərar verib, əmoğlum Əlini də vəsilərə Allah ağa qərar verib. Qədirli, qiymətli gecə. Bir mənası da darısqallıq mənasındadır. Tənəzzəlül mələikətü və ruh. Mələklər və ruh mələki də başda olmaqla gələrlər yer kürəsinə. Bizim canımızı aparan, canımızın müdiriyyəti Həzrəti Əzrailin əlindədir. Allah həmin gün hamımıza rəhm eləsin. Amma can gətirən, həyat bəxş eləyən mələkin adı ruhdur. Ruhul əmindir. Bəzən deyirlər Cəbrail, Cəbrail xəbərçi mələkdir. Ruh, niyə ruhu Allah bu gecə buyurur? Axı biz deyirik, ihya gecəsidir. Həyat verilən gecədir. O mələk ona görə bu gecə başda gəlir. Bu gecə gecələrin ağasıdır. Və əzlərim, mən yadınızda olsa keçən demişdim, hansı gecələrdir? Bəzən bizə deyirlər, ya 19, ya 21, ya 23. Mən onu keçən il təklif eləmişdim, bu il bunları xatırladıram. Yenə deyəm, mövzum ayrıdır. Ya yoxdur. Bizim şükür Allaha etibar və etimad elədiyimiz Peyğəmbərimiz və onun əhl-i beyti var. 12 imamımız var. Onlar bizə Qədir gecəsinin hansı gecə olduğunu buyurur. 19, 21 və 23-cü gecələr. İnşallah deyəcəyik, 19 nədir, 21 nədir, 23 nədir, bunu qalsın gələn gecələrə inşallah. Yəni, üçü də Qədir gecəsidir. Amma Quran buyurur, Leylətul Qadr. Qədir gecəsi, axı bir gecə, bəli, təkbətəyi 19-cu gecə 1000 aydan xeyirlidir, 21-ci gecə 1000 aydan xeyirlidir, 23-cü gecə 1000 aydan xeyirlidir. 1000 ay söhbətinə gələndə, mən inşallah məclis sözünü tutana qədər bu arayışları verim, mövzumu deyim. 1000 ay söhbəti, birdən desək Qədir gecəsi 2000 aydan fəzilətli də olmaz, 3000 aydan, 10.000 aydan fəzilətli olmaz. Demək olar 100.000 aydan xeyirlidir. Amma Allah orada 1000 sözün inşallah ki biz belə başa düşürük, çoxluq mənasına gətirib. Yəni Qədir gecəsi çox gecələrdən fəzilətlidir. Bir bu mənaya, bir də Qədir gecəsi 1000 ay, 1000 ay Əməvilərin rivayət buyurur, xilafət dönəmi olub 83 il 4 ay, elə 1000 ay xəlifə olub cəhənnəmə getməkdənsə, bir gecə Allahın huzurunda insan sədaqətlə dua eləyər, inşallah cənnət qazanar bir gecəyə. Bir də növbəti bir məsələndə deyim, mövzuya başlayaq. Niyə gecə, gündüz yox gecə? Leylətul qədri xeyrun minəl şəhər. Niyə əhya günü yox, Qədir günü yox gecəsi?
Gərək burada gedəsən Muhammed Ali Muhammed qapısına. İmam Rıza aleyhissalamdan soruşurlar, ağa niyə gecə, gündüz yox? Həzrət buyurur, insana yol gedəndə iki şey lazım olur. Allah nəsib eləsin, gedəsiz həccə. İnsana gedəndə şərt iki şey lazımdır. Biri zad, biri rahilə. Zad yol azuqəsidir, rahilə minikdir. İnsana həccə getmək üçün bir minik lazımdır, təyyarə lazımdır, avtobus lazımdır. Bir də yol pulu lazımdır, yol yeməyi lazımdır. Zaddır. Zad nədir, rahilə nədir? İmam buyurur, Allaha gedən yolda da yol azuqəsi və minik lazımdır. Yol azuqəsi nədir Allaha gedən yolda? İmam Rıza aleyhissalam buyurur, Allah Qur'anda bunun cavabını buyurur. İnnə xeyrə zad ət-təqva. Zad yol azuqəsi. Yol azuqələrinin ən xeyirlisi təqvadır. Günah etməməklə insan Allaha gedən yolda ən gözəl azuqəni götürüb. İnnə xeyrə rahilə əl-leyl. Allaha gedən yolda ən gözəl minik gecədir. Minik gecədir yəni. Sürətli minik. Gecə insan üçün sürətli minikdir. Niyə görə? Çünki gündüz insanın başı mürəkkəbliyə qarışır. Hər tərəfdə dağ, bağ, gül, çiçək, ağaclar, meşələr görsənir, insanlar görünür. Amma gecənin bir rəngi var, gecədə sadəlik var. Baxırsan çölə, hər yer qaradır, bir rəngdədir. Ona görə gecə ibadət üçün ən gözəl vaxtı və gecə ən sürətli minikdir. Sadəlikdə gözəllik var. Hətta bunun barəsində alimlərdən biri bir dəfə gözəl bir söz dedi. Mən də neçə dəfə mənbərlərimdə bunu demişəm. Dedim ki, buyurur ki, sadəlikdə bərəkət var. Adətən kasıb ailələrdən savadlı uşaqlar çıxır. Səhər-səhər durub şirin çayını yeyir və gedir kitabını oxuyur, dərsini oxuyur. Amma varlı ailələrdən alim çıxmır %90. Niyə görə? Durur ayaq Allah, qırmızı ikranı yeyim, qara ikranı yeyim, hansını yeyim, baş qarışır da kitab qaldı kənarda. Gecədə bir kasıbçılıq, bərəkət var. Ona görə gecə namazı, gündüz namazı yox. Qədir gecəsi, Qədir günü yox. İnşallah biz də Allah bu Qədir gecəsindən bizi faydalananlardan qərar versin inşallah. Amma mən bir dənə nöqtəni gəldim mövzuya, bir salavat zikri inşallah. Gəldim mövzuma. Qədir gecəsində ihya saxlamaq, diri olmaq. Mən onu deyərdim, dirilmək, oyanmaq gecəsidir. Nədən oyanmaq? İnsan bu vaxtacan etdiyi səhvlərdən oyanış gecəsidir. Allahla münasibətləri düzəltmək gecəsidir. Niyə otururuq biz namaza? Bikə ya Allah, bi Muhammedin, bi Aliyyin, bi Fatimin. Allaha yalvarırıq və 70 dəfə bir, 100 dəfə bir istiğfar edirik. Bu gecə çalışırıq Allahla zərbə almış, zədələnmiş münasibətlərimizi bərpa eləməyə. Mən sizə bir dənə sual verirəm, gözəl bəhsdir. Allah tövfiq versin inşallah. Mən deyirəm, Allah və bəndə münasibətlərinin bərpa gecəsidir. Allah rəhməti ilə yaxınlaşıb bəndəsinə, bəndə də zirək olmalıdır. Bu gecə getməlidir Allahın dərgahına. Amma bizlə Allahın arasında Allah və bəndə münasibətlərin pozan nələrdir? Sayıram, küfür. Allah küfrün bayrağını dünyada məğlub eləsin inşallah. İslamın bayrağını ucaltsın inşallah. Birinci küfür, Allah və bəndə münasibətlərinə xələl gətirən küfürdür. Allaha kafirlikdir. İkincisi nifaqdır, münafiqlikdir. Bunları izah eləmirəm. Üçüncüsü fiskdir, günahdır, cəhalətdir və nəhayət qəflətdir. Bu saydığım
mənəvi bəlalar Allah və bəndə münasibətlərinə zərbə vurur. Allahla adamın arası pozulur. Mən bu gecə bir dənə zərərdən və zərbədən danışacağam. Mövzumuz konkret olsun, dəqiq olsun. Axırıncı adını çəkdiyim qəflət. Bəlkə də bu mövzunu bilmirəm, müzakirə eləməmişik. Amma cəhalət bilməməkdir, başa düşməməkdir. Amma qəflət nədir? Qəflət odur ki, insan bilir, amma diqqət eləmir. Bilir, od yandırıcıdır, su içməlidir, çörək yeməlidir, amma diqqətsizlik. Allaha diqqətsizlik və bir neçə şeyə diqqətsizlik bu gecənin mövzusu odur. İnşallah gəlmişik. Bu gecə aylaq. Nədən aylaq? Qəflətdən aylaq. Diqqətsizlikdən aylaq inşallah. Quran-ı Kərimdən görək, qəflət barəsində bir ayə oxuyuram. Allah təbarək və Teala Əraf surəsinin 179-cu ayəsində buyurur. Buyurur, وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِنَ الْجِنِّ وَالْإِنسِ لَهُمْ قُلُوبٌ لَا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَا يَسْمَعُونَ بِهَا أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ. Bax, harda Quranda qafil sözü görürsünüz, o qəflətə işarədir. Əl-qəflətu adarrul ə'da. Əleyhissalam buyurur, qəflət düşmənlərin ən zərər vericisidir. Yəni, diqqətsizlik. Daha hər dəfə qəfləti tərcümə eləməyəcəm, bilin. Diqqətsizlik. Allahla bəndə arasında diqqətli olmaq insanı bəxtəvər eləyər. Əraf 179-da mütəal Allah buyurur, insanların və cinlərin çoxun cəhənnəmə dolduracağam. Çoxunu, bəzən bizə deyirlər, cəmaatın çoxu belə eləyir. Allah da buyurur, çoxun cəhənnəmə dolduracam, azın demir. Amma az barəsində deyəndə, qalilun min ibadiyyəş şəkur. Bəndələrimdən azı şükür eləyəndir. Az keyfiyyətdir. Çoxun insanların və cinlərin cəhənnəmə dolduracağam. Hansılar da olar? Ləhum qulubun la yəfqəhunə bihə. Onların qəlbləri var, beyinləri var, düşünmürlər. Onların gözləri var, görmürlər. Onların qulaqları var, eşitmirlər. Bunlar nədir? Göz var, görmür, qulaq var, eşitmir, beyin var, qəlb var, düşünmür. Yəni diqqətsizlik. Onlar, Quran buyurur, mal heyvan kimidirlər. Ülaikə kəl-ən'am. Mal heyvan kimidirlər. Bəlhum əzəl. Bəlkə heyvandan da aşağıdırlar. Ülaikə humul qafilun. Niyə? Onlar qəflətdədirlər, qafildirlər. Allaha qarşı diqqətsizdirlər. İndi baxın, görün, Quran ayəsi oxudum. Əziz qardaşlarım, bacılarım, məni eşidənlər. Qəflət xəstəliyi insanı həqir eləyir. Üzr istəyirəm. Allah onlar barəsində buyurur. İnsanlığından süqut elədi, üzr istəyirəm. Dərəcə cəhətindən heyvandan da aşağı salır. Nə salır? İndi biz bundan bu gecə danışmayaq. Əgər bir günah ki, insanı Allah yanında heyvandan aşağı salır dərəcə cəhətindən, biz niyə onu öyrənməyək? Qəflət. Mövzumuz adı budur. Niyə insan bu səviyyəyə ensin axı? Quranda ondan artıq ayədə qəflət barəsində Allah Teala məlumat verir. İnsan bəzən nədən qafil olur? Nəyə diqqətsiz olur? Gözəl mövzudur, qurban olum, diqqət eləyin. Bu mövzudan da qəflətdə olmayaq inşallah. Adam öz ömründən qəflətdə olur. Məsələn, kişi çatıb 60 yaşa, hələ bir konsert verir, yubiley keçirdir. Nə bilim, oyun çıxardır ki, nədir, ömrünün çoxu gedib azı qalıb. Kimin neçə yaşı varsa, o qədər əlində olan sərmayədən xərcləyib, indi nə qədər qalıb özü də bilmir. Kimin neçə yaşı varsa, ölümə o qədər yaxınlaşıb. Adam ölümə diqqət eləyə, ömrə diqqət eləyə, mənim ömrüm mənə niyə verilib? Adam öz ömründən üzr istəyirəm, qəflətdədir, qafildir. Təqvim yaşı böyüyüb çox insanın, heç dəyişiklik olmur. 50, 60, 70, 80, elə 10 yaşında nə idisə 80 yaşında doğdu. Ruh böyüməyib.
15 yaşında uşaqlıq eləyirdi, günah eləyirdi, dəcəllik eləyirdi. 70 yaşında da həmin günah eləyir. 16 yaşında namaz qılmırdı, 70 yaşında da namaz qılmır. Və bunun ruhu böyümədi axı. Bunun təqvim yaşı böyüyüb. Öz ömrü nə üçün verilib bundan qəflətdədir. Bir dənə şərq dastanıdır bu, maraqlıdır amma. Deyir, bir dəvə gördüm bir nəfəri qovur, gəlib çıxdı bir dənə ağacın başına, ağacda oturdu bir dənə nazik budağın üstündə. Budağın üstündə oturandan sonra gördü budağın uc tərəfində gözəl bal, arılar orada bal düzəldib ağacda süzülür aşağı. Amma mən oturan budağın dibindən də ağ sıçandan qara sıçan gəmirir budağı. Buradan da bal süzülür. Aşağıda da bir dənə əjdaha ağzını açıb gözləyir. Bu nə vaxt düşəcək, bunu udacam. Başladı, bu budağı gəmirən sıçanlar da yadından çıxdı. Aşağıda ağzını açan əjdaha da yadından çıxdı. Oturdu bu nazik budaq üstə, başladı baldan götürüb yeməyə. Bir də onda xəbər oldu, sıçanlar budağı gəmirdi, getdi düşdü əjdahanın ağzına. Deyir, bu nədir? Bu budaq ömür budağıdır, bizə verilən budaq. Bu bal dünya malıdır. Buradan gəmirən sıçanlar biri ağ, biri qara, biri gecədir, gündüzdür. Niyə sıçana bənzədir? Çünki sıçanlar da xırda-xırda yeyir. Gecə-gündüz də bizim ömrümüzü xırda-xırda yeyir, xəbərimiz olmur. Ömür budağımızı gəmirir, bala dünya malına başımız qarışdı, dik, onu elə, bunu elə, ömür qutardı. Aşağıda əjdaha da ağzını açıb ölüm gözləyir bizi. Elə başımız bala qarışdı qaldı, birdən düşəcək əjdahanın ağzına. Buna deyirlər ömürdən qəflətdə olmaq. Quran-ı Kərim, qoy Quranla əsaslandırım, Quranın nazil olan gecəsi. Rum surəsi 7-ci ayə. Allah Teala buyurur: يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ. Allah Teala buyurur Rum 7-ci ayədə: وَهُمْ عَنِ الْآخِرَةِ غَافِلُونَ. Onlar dünya həyatının zahirin bilirlər, amma axirət həyatından qəflətdədirlər. Ölüm adlı bir həqiqətdən, dedim ömürdən qəflətdədirlər, bir də axirətdən. Ölüm özümüz öz əlimizlə aparıb qəbrə qoyuruq. Halvasını yeyirik, üçün veririk, yedisini veririk, cuma axşamı veririk, baş daşını qoyuruq, aman Allah. İlim veririk, nə bilim qara bayram veririk. Amma heç elə bil ölümü görməmiş kimi rəftar eləyirik. Ölüm, dedim, ömürdən qəflət, o xəstəliklər deyil, amma qəflət nədən, diqqətsizlik nədir? Ömrə qəflət, ölümə, axirətə qəflət. Sonra üçüncü qafil olduğumuz məsələlər, Allahla bizim aramızda iyrənc bir düşmən oturub, şeytana insan qafil olur. Şeytana diqqətsiz deyilir. Ən gözəl zirənglik həyatda düşmən tanımaqdır. İnsan düşmənin düzgün tanısa, dostun da bilər kimdir. İnsan şeytanın nə qədər təhlükəli varlıq olduğunu dərk eləsə, Allahı dərk eləyər. İmam Cəfər Sadiq əleyhissalam buyurur, deyir, Salman belə buyurdu. Mən bu belə sözlər deyəndə zirək olaq, diqqət eləyək. Mən gör nə deyirəm? Deyirəm, məsum imam deyir ki, qeyri-məsum. Salman belə buyurur. Ola bilər birinin ağlına gələr ki, niyə məsum qeyri-məsumdan rəvayət eləyir? Bu Quran sünnəsidir. Allah, əzəmətli Allah, Həbib-i Nəccarın sözün danışır. Löqmanın oğluna sözün danışır. Deyir, belə dedi. Fironun xanımı Asiyanın sözün danışır. Yaxşı sözə Allah da aşıqdır. Yaxşı sözü imam da heç çəkinmədən deyir, Salman belə buyurdu. Bəli, insan o yaxşılıqda o dərəcəyə çatır ki, Allah, Peyğəmbər, imam onun sözlərin misal çəkir. Salman deyir, Əcibtu bisittin, mən təəccüb edirəm 6 nəfərə. Fəlatun ədhəkətni və fəlatun əbkətni. Rəbbim şahiddir, çalışmışam qürbətən ləllah.
bu gecənin özünə layiq gücüm çatan qədər yaxşı sözlərlə gələm xidmətinizə. Ümidvarəm təhvil alacaqsınız. 6 dənə şeyə Salman deyir, təəccüb edirəm. Onun 3-ü məni ağlatdı, 3-ü məni güldürdü. فَأَمَّلَّتِي أَضْحَكَتْنِي فَطَالِبُ الدُّنْيَا وَالْمَوْتِ يَطْلُبُهُ وَغَافِلٌ وَلَيْسَ بِمَغْفُولٍ عَنْهُ وَضَاحِكٌ مِلْءَ فِيهِ لَا يَدْرِي أَرَضِيَ اللّٰهُ أَمْ سَخِطَ. O şeyler ki məni güldürdü bu hayatta, 300 il yaşayıb Salman. O şeyler ki məni güldürdü bu hayatta, mən gördüm dünyanın dalıca biri düşüb, bu adama güldüm. Dünya tələb eləyir. O dünyanın dalıca qaçır, ölüm də onun dalıca düşüb. Xəbəri yoxdur. Dünya dalıca düşüb, ölüm də düşüb onun dalıca. Kölgə kimi izləyir, harda fürsət düşsə tutacaq. Ya mən bi dünya huştəğələ qəd qarrahu tuğulul əməl vəl mavtu yəti bəğtətən. Ay başı dünyaya qarışan ölüm qəflətən gələcək. Xəbər verməyəcək, ya mən sabah yox birisi gün sizə gəlirəm. Elə ağzına tikəni aparanda taraf tutacaq. Bilmirsən harada tutacaq. Deyir bu düşüb dünya dalıca, xəbəri yoxdur, dalıca ölüm adlı bir həqiqət gəlir. Güldüm buna. Qəflətdə olan diqqətsiz adam və leysə bi məğfulun ən. Xəbəri yoxdur ki, amma o diqqətdədir. Onun ağzından çıxan kəlamlar da yazılır. Hər hərəkəti diqqət mərkəzindədir. O qədər rəqib, ətid, o qədər dəqiq mələklərdir, kiramən katibin. Və zahikun mil'ə fih la yadri əradiyallah əmsəxid. Bir də ağız dolu qəhqəhə ilə gülür, ha 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 ha. O bilmir hələ Allah ondan razıdır ya narazıdır. O ağız dolusu güləndə mən ona güldüm. Bilmir ki Allah ondan razıdır ya narazıdır. Amma o şeylər ki məni ağlatdı, məni ağladan fəraqul əhibba Muhammedin və hizbi Allah. Mən dostlarımdan ayrıldım, o məni ağlatdı, xüsusən Peyğəmbər və onun ətrafındakılar. Və havlil muttali' ahirətin qorxusu məni ağlatdı. Vəl-vəqufu beynə yədiyil əzzə və cəl. Allahın huzurunda dayanıb hesab vermək məni ağlatdı. Qısalda 2-ci cilddə səhifə 326-da bu oxuduğum hədis. İmam Əliyyən Nəqil Əssalam buyurur, qəflətdir mövzumuz, təzə gələnlər eşitsin, diqqətsizlik. Dedim, ömrə diqqətsizlik, ahirətə, ölümə diqqətsizlik, şeytana diqqətsizlik, diqqətsizliyin, qəflətin növlərini dedim. İmam Əliyyən Nəqil Əleyhisselam, İmamət səmasının 10-cu parlaq günəşi, Ağa İmam Hadi Əleyhisselam buyurur, gördü bir cavan küçədə ağzına gələni danışır. Elə nə gəldi, laubalı danışır. Ağa buyurdu, niyə belə danışırsan axı? Niyə ağzına, dilvə sahib çıxmırsan? Dedi, ağa, cavanam da, nə vaxt cavanlıq eləyəcəm bə? Qoymursan cavanlıq eləməyə. Adam evdə balasına nəsiyyət eləyən, deyir, dədə, cavanam da, qoy cavanlığım eləyim. İmam Hadi Əleyhisselam burada çox təəssüf. Bilmirsən ölüm nə vaxt gələcək, sən ağzına yə durmursan. Dedi, ki, cavanam. Həzrət Hüdan da olsun Allah ki, 3 gün qalıb ömründən, sən onu bilmirsən. 3 gündən sonra cavan dünyasını dəyişdi. Qardaşlarım, bu verilən ömürdən qəflətdə olmayaq. Din şadlığın əleyhinə deyil. Məsələn, Novruz bayram ərəfəsidir, Çərşənbə bayramıdır. Bayram əgər içində günah yoxdursa, ona din qarışmır, din ondan işi yoxdur. Amma elə ki, günah qarışdı, din ona deyir, dayan, qarşıdan 21 Mart Novruz bayramı gəlir, amma düşür Həzrət Əli Əleyhisselamın şəhadət gecələrinə. Gərək o gündə ağanın şəhadət gecəsi ilə Novruz bayramın tərəziyə qoyanda biləsən ki, hansını götürəsən. Din şadlığın əleyhinə deyil. Qəflət
fürsətləri əldən verir. İnsan üçün əsən fürsət küləklərini insanın əlindən alır. İmam-ı Sadiq bir dənə də gözəl hədisə çatdım burada. Bax, bu hədisi bu gecə aparaq həyatımıza, evimizə yox, həyatımıza. Həzrət İmam Sadiq əleyhissalam buyurur, Vəylun limən qələbət ihdatuhu əşəratih. Yuridu ennəs-səyyiətə bivahidətin vəl-həsənətu bi'əşərə. Həzrət buyurur, vay olsun bir dənələri 10 dənələrinə qələbə çalana. Vay olsun bir dənələri 10 dənələrinə qələbə çalana. Bir dənələr nədir? 10 dənələr nədir? İnsan bir günah eləsə, Allah onun əməl dəftərinə bir günah yazdırar. Amma insan bir yaxşılıq eləsə, onun əməl dəftərinə nə qədər yazılar? 10 bərabər yazılar. Yəni, yaxşılıq 10 bərabər yazılır. Günah bir dənə yazılır. İndi gələsən ömrünün axırında, o bir dənə yazılanlar, gələ 10 yazılanlardan çox ola. Yəni, bu, ağa buyurur, vay olsun bunun halına. Allah bu qədər fürsət verib, savaba 10 verir, günaha 1. Da biri bir dənələri 10 dənələrinə qələbə çalanın vay halına. Dedim, qəflətin növlərin dedim, qəflət nədir? Biz bu gecə qəflətdən əslində ihyaya oyanmağa gəlmişik. Amma neyniyək bu qəflət insanın ömründən aradan geçsin? Elə xəstəlikdir ki, Əli əleyhissalam Nəhcü Bəlağənin 175-ci xütbəsində onun barəsində buyurur, çarələri buyurur. Zaddul qəflətə bil yaqzə. Qəfləti oyaqlıqla aradan aparın. Zəhəri panzəhərlə apararlar aradan. Qəfləti oyaqlıqla demir, ihya gecəsi, oyaq qalmaq gecəsidir. Ola bilər biri bədəni oyaq qalı, Allah eləməsin, ruhu elə yuxuda ola. Gəlmişik bu gecə qəflətdən ayılmağa, diqqət etmədiyimiz şeylərə bu gecə diqqət eləməyə. Məsələn, bir adam maşın sürür, rol arxasında yuxusu gələndə tez başlayır çarə eləməyə. Bir kofe içir, əl-üzün yuyur, yanındakına deyir, mənə kömək elə filan. Axır bu qəza törətməmək üçün diqqət başlayır əlac eləməyə. Mənim ruhi cəhətdən qəflətdə oldum. Niyə o maşına diqqət elədiyim kimi ömrümün qəflətdə keçməsindən qorxmuyam? Nə ilə qəflətdən ayılaq? 1. Moizə. İmam Səccad əleyhissalam buyurur, İlahi, məni moizə məclisindən uzaqda gördün, yoxsa məni günah məclisində gördün? Moizə. Allah təbarək və təala buyurur, Ud'u ilə səbilə rabbikə bil hikməti vəl muizətil həsənə. Dəvət elə, ya Peyğəmbər, insanları Allahın yoluna tərəf gözəl muizələrlə və hikmətlərlə. Muizə, Peyğəmbərimiz Cəbraili görəndə deyir, mənə muizə elə. Əli əleyhissalam mənbərdən düşür, səhabələrinə deyir, mənə muizə elə. Mütaliə, qardaşlarım, ölkəmizin oxumaq qabiliyyəti əlindən gedib. Elə burada əyləşənlərə deyirəm, axırıncı dəfə nə vaxt kitab oxumuş? Mütaliə. Yaxşı dostlarla, yaxşı yoldaşlarla oturub durmaq, yoldaş insanın müqəddəratını həll eləyər. Bəzən bir kəlmə insanı ayıldar. Mən o günləri qardaşla söhbət edəndə dedim, adama bəzi sözlər elə yapışır. O gün iftarda bir avam müminin evindeydik, belə deyək. Biz götdük, Allahümmə ləkəs sumtu və alə rizqi oxuduq. O götdü, suyu içən dedi, İmam-ı Zaman, sənin doğrucun qəbul olsun. Elə canıma oturdu o söz. Dedim, İlahi, biz niyə bu sözü demir? Biz niyə bu sözdən qəflətdik? Bəzən bir kəlmə insanı ayıldır. Bədəvilərdən bir Qeys adında bir nəfər gəldi, bir dənə də hədis oxuyum, şirin hədis. Peyğəmbərin huzuruna dedi, ya Rasulallah, mən Mədinədə olmuram çox vaxt. Həmişə gəlib sənə qulaq asa bilmirəm. Mənə elə bir cümlə de, məni ömür boyu oyaq saxlasın, qəflətdən ayıltsın.
diri saxlasın. Peyğəmbərimiz buyurdu, ya Qeys, onda Qeysdindir, sən mənsən. Peyğəmbər bizə buyurur. Ya Qeys, innə mə'al izzi zulla. Ya Qeys, hər əzizliyin bir gün zəlilliyi var. Bugün izzət sahibisən, hörmət sahibisən, böyüksən. Bir gün gözdə bunun zəlilliyi də var da, qalxışın bir enişi də var. Adam bunu düşünsə, ömür boyu özün idarə eləmək bacarığı əlində qalar. Və innə mə'al həyati mauta. Ay Qeys, həyatın sonunda ölüm var. Həyatla birlikdə ölüm var. Və innə mə'ad dünya axirə. Dünya ilə birlikdə axirət var. Və innə likulli şeyin həsiba. Hər şeyin hesab kitabı var, dəqiq. Elə bilmə öz başınasan. Və innə likulli həsənətin thəvaba. Qeys, bütün yaxşılıqların savabı var. Və likulli seyyiətin əqaba. Bütün günahların əzabı var. Və likulli əcəlin kitaba. Labuddə ləkə min qarin. Bütün ömürlərin sonu var, əcəli yazılıb. Bu yaxındır ha, əcəl yaxındır. Özümüzü ölməyəcək kimi rəftar edirik. Əcəl çox yaxındır. Bil, hamımız qəbrə gedəcəyik. Orada bir yoldaş olacaq bizimlə, o bizim əməlimizdir. O əməl gözəl olsa səni əziz eləyəcək. Əməlin zayi olsa ondan qorx axirət evindən. Bir cavan, söhbətimiz qəflətdir, bir daha xatırladıram. Bir cavan gəldi, qardaşlarım. Bu gecə Quran nazil olan gecədir. Allah gələn il qədr gecəsinə qədər Quran oxuya bilməyənlərə Quran oxumağa tövfiq versin inşallah. Bir cavan gəldi Peyğəmbərimizin yanına. Dedi, ya Rasulullah, gəlmişəm Quran öyrənməyə. Deyirəm, qəflətin çarələrini deyirəm. Neyiniyək qəflətdən oyanaq? Yavaş-yavaş yekunlaşdırıram. Neyiniyək qəflətdən oyanaq? Gəldim Quran öyrənməyə. Peyğəmbərimiz səhabələrdən birinə dedi ki, ged buna Quran öyrət. Gəldi bir dənə bu kişi buna, səhabə buna Zəlzələ surəsini öyrətdi. Gəldi Peyğəmbərin huzuruna dedi, ya Rasulullah, Allah səndən razı olsun. Daha mən Quranı dərk elədim. Mən Quranı öyrəndim, mən getdim əməl eləməyə. Elə bir dərsdə dedi, hə, nə öyrəndin? Dedi, Allah Teala Zəlzələ surəsinin sonuncu ayəsində buyurur, فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَى وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَى. Kim bir zərrə də yaxşılıq, xeyr əməlləsə onu görəcək, günah eləyəndə o qədər görəcək. Mən getdim yaxşılıq eləməyə, günahı tərk eləməyə. Mən artıq Quranı başa düşdüm. Buna deyirlər qəflətdən oyanmaq. İkinci insanı qəflətdən oyadan əməl zikrul mavt yəqta'u mənabitəl qəflə. Əli əleyhissalam buyurur. Buyurur, ölümü xatırlatmaq qəflətin kökün kəsər, göyərən yerin kəsər. Əmirül Müminin İslam Süffeyindən gələndə Kufəyə yaxınlaşanda gördü cəmaat, qoşun çox əhval-ruhiyyəsiz gəlir Kufəyə. Gördü bu cür girsə qoşun Kufəyə, cəmaat da haldan düşəcək. Həzrət saxladı Kufə kənarında bir qəbristanın yanında, danışdı, hədis uzundur, məzmun deyirəm. Ya əssəlamu aleyküm, ya əhləd diyaril muhişə, ya əhləd diyaril muqfirə. Salam olsun sizə, ey qorxulu evin sakinləri, ey yoxsulluq evinin sakinləri, ey təkli evinin sakinləri. Siz bizdən qabağa düşdünüz, getdiniz, biz də sizə qovuşacağıq inşallah. Amma siz istəsəz dünyadan soruşasınız, dünyada nə var, nə yox, 3 şey soruşacaqsınız. Evimiz necə oldu? Əgər pərdələr götürülsə, sən dünyada 3 şey qoyub gedibsən. Bu 3 şey soruşacaq. Evim necə oldu? Malım, mülküm necə oldu? Övladlı, ailəm necə oldu? Ailəm. Adamın bundan başqa dünyada qoyub getdiyi bir şey yoxdur. Biz onda cavab verərik. Əmməd-dur fəsukinət. Evlərinizdə oturan var. Ya oğul oturub, ya xoşu gəlmədi, satdı, getdi şəhərə. Bunu da bu evdə başqasına oturan var. Əmməl
mal, amma var dövlət, xərcləyən var, narahat olma. Miniyi oğul minib sürür ora, cipi minib, ya da satıb, minən var, xərcləyən var. Əmməl iyal, amma həyat yoldaşı, övladlar, onlar da öz həyatını yaşayır. Kişidir, ailə qurdu, xanımdır, ailə qurdu. Hərə öz kefindədir. O ağlayırdılar sən ölən gün, özləri üçün ağlayırdılar. Arvad ağlayırdı, Allah mən üçün filan şeyi kim alacaq? Övlad ağlayırdı, Allah kim alacaq? Hamı özü üçün ağlayırdı. Heç sənin ahirəti üçün ağlayan yox idi. Amma biz sizdən soruşsaq, ahirət evində nə var, nə yox, sizin bir cavabınız var və ahirətdə bir şeydən cavab verərsiniz. İnnə xeyrə zadət təqva. Bura gələndə ən gözəl yol azuqəsi təqvadır, təqva. Təqvasız gəlməyin. Ölümü xatırlamaq qəflətdən ayıldır insanı. Üçüncüsü, biddəvam zikrillah təncabul qəflə. İnsan Allahı çox zikr etsə, insanı qəflətdən oyadar. Allah zikri namazdır. Namaz insanı qəflətdən oyadar. İmam-ı Sadiq əleyhissalamdan soruşdular, niyə görə Peyğəmbərimiz namazı tərk eləyənə kafir deyib, amma zina eləyənə kafir deməyib? Niyə? Həzrət buyurdu, zina eləyənə Allah göstərməsin. Zina eləyəni bir həvəs, bir şəhvət aparır günaha. Amma namaz qılmayanı namaz qılmamağına nə səbəb olur? Bu sadəcə Allahı saymır. Allahdan xəbərsizlik namaz qılmayanı vadar edir namaz qılmamağa. Əlbəttə, namazı inkar eləmək adamı kafir eləyər. Elə namaz qılmamaq o da fiskdir, amma kafir eləməz. Dördüncü, tarixi dəqiq öyrənmək insanı qəflətdən ayıldar. Oxu gör zalimların sonu necə oldu? Fironlar hanı, Nəmrudlar hanı, Muaviyələr hanı, Yezidlər hanı, Səddamlar hanı, Leninlər hanı, Stalinlər hanı? İnsan bunları öyrənəndə qəflətdən ayılar inşallah. Beşinci, bayaq dedim, Quran oxumaq insanı qəflətdən ayırar. Moizə qəlbin siqəlidir, insanı qəflətdən ayılar. İnsan nə vaxt qəflətə düşər? Bunu da deyim, yavaş-yavaş gələk inşallah Əmirül Möminin evində sözü təhvil verək inşallah Əhl-i Beyt məddahını. Ovçunun ovuna, toruna nə vaxt düşür? Ovçunun, balıq dəryada, ovçu, balıqçı tor qurub. O bilə-belə gəlib düşür. Yox, o tordan, qardaş otur qurban sənə, otur, cəmaatın diqqətini yaymaz, otur qurban sənə, söhbətin həssas yerdir, başına dönərəm, otur. O balıq qəflətdən, o tordan qafil olur, gəlir, düşür tora. İstənilən bir ovçunun ovu xəbərsiz olur, diqqətsizlik eləyir o tora. Qəflət dedim, axı diqqətsizlikdir. Gəlir, düşür ovçunun ovuna. Allahla bizim aramızda, qardaşlar, bu gecə bunu başa düşməyə yığışmışıq. Şeytan adlı bir ovçu oturub pusquda bizi ovlasın və məhv eləsin, Allahdan ayırsın. Mən bunu Quranla əsaslandırıram. Qaf surəsi 22-ci ayə. Ləqəd kuntə fi qəflətin min hada fəkəşəfnə ənkə qitəəkə fəbəsarukəl yevmul hadid. Ona belə deyiləcək. Sən dünyada bundan, bu müthiş günə uğrayacağından qafil oldun, diqqətsizlik elədin. Artıq gözündən bugün pərdəni götürdük, sən bugün sərrast görürsən. Dünyada düşdün şeytanın toruna. Yəni bir gün məcburən qəflətdən ayadılacaqlar bizi, amma onda gec olacaq. Əhya gecəsi yığışmışıq, çalışaq, o dediyim nöqtələrdən qəflətdə olmayaq və qəflətdə yaşayıb, qəflətdə ölməyək. Bu gecə bunun üçündür ki, qəflətdən ihya olaq. Niyə 10 dəfə bikə ya Allah deyirik? 1000 dəfə coşan kəbirdə Allahın adlarını çağırırıq. Niyə çağırıq bunları? Ona görə ki, ayılaq, biz bir bəndəyik və ona möhtacıq və bizim malikimiz odur, bunu başa düşək. Nə qədər əhya saxlayanların, o bayaq dedim, bir avam evində bir söz eşitmişdim.
Onu bayaq dedi İmam-ı Zaman orucun qəbul olsun. İkincisi də budur. Məsələn, Qədir gecəsində moizə oluna, biri çıxar gəzə çöldə. Belə qafildir də, Allah bizi onlardan eləməsin inşallah. Buyurur, nə qədər, birində burada deyirəm sonda, nə qədər keçən il Qədir gecəsində oturanlar var, bu il onların qəbrinin üstünə ziyarətə getmiş. Biz bilmirik ki, gələn il bu bizə nəsib olacaq ya yox. Ona görə bu gecələrin qədrini bilək. Gedək bu gecə Kufiyə, bu gecənin Kufədə baş verən müsibətinə. Niyə görə qəflətdən başladım, burada qutardım? Kufədə qəflət o yerə çatdı ki, müsəlmanın qəfləti o yerə çatdı ki, Allahın höccətini, Allahın imamını, möminlərin əmirini, ən ədalətli kişini, ən elmlini, Allahın yer üzərində nümunəsini Allah adı ilə Allah evində öldürdü. Bu nədən irəli gəldi? Bayaq dediyim qəflətdən. İmamın kimliyini tanımadı. Allahın imamın Allahın evində Allaha ibadət zamanı Allahın adı ilə öldürür. Bugün də necə Suriyada Allahu Ekber deyib, müsəlmanları qoca, qadın, uşaq bilmədən kəsirlər, doğrayırlar. Ar olsun belə Muaviyə dininə. Lənət olsun onlara və onların əqidəsinə. Buyurur, Allah adı ilə Allahın höccətini Allah evində öldürdü. Əli kist, Əli pərvanə-i haqq amədu, pərvanə-i haqq rəft. Əli kist, Əli dərxanə-i haqq amədu, dərxanə-i haqq rəft. Əli haqqın pərvanəsi gəldi, haqqın pərvanəsi getdi. Əli Allah evində gəldi, dünyaya Kəbədə, Allah evində dünyadan getdi. Bu gecə Əli əleyhissalam üçün müsibət gecəsi deyil, bizim yetim qalan gecəmizdir bu gecə. Küfənin yetimləri necə o gecə onlar nə çəkdisə, bugün Əlinin yetimləri bizik. Gərək bu gecə o Küfənin yetimləri Əmirül-Möminin həyətinə toplaşdığı kimi biz də toplaşaq, ağamız üçün ağlayaq. O ədalətsizliyə ağlayaq. Küfənin yetimləri toplaşmışdılar Əmirül-Möminin Əsəlamın həyətinə. Niyə gəlibsiz İmam Həsən əleyhissalam soruşdu. Buyurdu, ağa eşitmişik anamızdan zəhərlənən adama süd xeyr eləyər. Öz paylarımızı almışıq, gətirmişik ağamıza. Həzrət Əmir əleyhissalam buyurdu, o yetimlərin içərisində biri gedib süd almağa pulu olmayıb, öz başmağın ayaqqabısını qoyub süd satanın yanında süd alıb gətirib, onu gətir mən içim. Ağa İmam Həsən əleyhissalam buyurdu, nə dedim bu südü aldım? Deyir, getdim süd satana dedim, atam gedir dünyadan, atam zəhərlənir, o südü ver mənə. Nə vaxt idi bu gecəni gözləyirdi Ağa Əmir-Mömin Əsəlam. Başına zərbə dəyən dedi, Fuzdu və Rabbil Kəbə. Amma mən biraz söhbəti böyüdüm, mənasını əlbəttə, mövzusun yox. Bu gecə Həzrət Əleyhisselam üçün müsibət gecəsi idi. Əgər müsibət gecəsi bu gecə olsaydı, Həzrət Əmir Əleyhisselam deməzdi, mən feyzə çatdım. Sən demə, Əmirül-Mömin Əsəlamın müsibəti başlamışdı. Peyğəmbəri dəfn elədiyi gün, haqqı əlindən alınan gün, müsibət onun gözünün qabağında, xanımın qapı ilə divar arasında qoyulan gün müsibətdir Əmirül-Mömin Əsəlama. Şam işığında xanımına qusul verən həmin gecə idi Ağa Əmirül-Mömin Əsəlamın müsibət gecəsi. Rəsmi dəfn belə təşkil edilmədi xanımına. Bir nişangah qoya bilmədi qəbrinin üstünə. Gündüzlər xanımının qəbrinə ziyarətə gedə bilmədi. Müsibət o gecə idi. Xanımın gecə dəfn eləyəndə müsibət idi. İbn Abbas deyir, Ağa Əmirül-Mömin Əsəlam 25 il oturanda evdə, deyir, getdim ağa ilə gecə evinə söz soruşam, gördüm Qəmbər dayanıb qapıda, dedim, Qəmbər icazə ver, keçim ağanın yanına. Qəmbər dedi, ağa yatıb, istədim qaydam, gördüm içərdən ağanın səsi gəldi. Dedi İbn Abbas,
getmə, yatmamışam, gəl içəri. Girdim içəri, gördüm Ağa Əmirülmöminin İslam yatağı heç pozulmayıb, yorğan döşəyi. Oturub evin küncündə dizlərin qucaqlayıb, boynun büküb. Dedim, ağa, niyə yatmayıbsan? Ağa buyurdu, İbn Abbas, gecələri səhərə qədər oyaq keçirdirəm. Gözümə yuxu gəlmir. Ağa, niyə? Dedi, dərdlər üstümə gəlir. Ağa, nə dərdin var? Dedi, oturdum, ağa o qədər danışdı. Bir də onda gördüm, süb azantısı azan dedi, dur ayağa İbn Abbas, gedək. Mənim dərdlərimi götürən Zəhra idi. Zəhra əlimdən gedəndən sonra çıxaram həyətə, bir çökək qazaram, dərdlərimi danışaram, ora dəfn eləyərəm. Zəhradan başqa mənim dərdlərimi çəkən yox. Deyir, durdu, dur gedək namaza məscidə. Ağa durdu ayağa, əlin qoydu qapının sağına, soluna. Dedi İbn Abbas, soruşursan nə dərdin var? Elə bu qapı gözümün qabağında 25 ildir dağdı mənə. Zəhranı bu qapının arasında qoydular. Ya Əmirəl-Möminin, sənə qurban olum, sənə bir zərbə dəydi. Qatili də bu gecə tutdular, əli qolu bağlı gətirdilər sənin huzuruna. Ağa, sən su istədin, sənə süd verdilər. Amma atam, anam qurban olsun sənin o Kərbəlada şəhid balığa ki, ona su vermədilər, susuz öldürdülər. Onun başını kəsdilər qatillər. Başını kəsəndən sonra onun başını əllərində tutub Kərbəlada gəzdirirdilər. Qurban olum ağa sənin məqamına, sənin o xanım kimi Küfədə gəzən balon Zeynəb, amma bir gün Kərbəladan Küfiyə əli qolu bağlı kəniz gəldi. Sallallahu aleykə ya Mevla, ya Əmirəl-Möminin.